Dostlar salam, hər vaxtınız xeyir olsun. Sizi İtaliyanın Milan şəhərindən salamlayıram. Bu videoda istəyirəm ki, şans haqqında danışım, fikirlərimi bildirim. Bilmirəm, şansa inanırsınız yoxsa yox. Mən özüm şansa deyil də, əməyə inanan insanlardan biri idim. Sonra bir hadisənin şahidi oldum. Sonra gördüm ki, həqiqətən də şans deyilən bir şey var və insanın həyatında da mühüm rol oynayır. Yəni çox dəyişə bilir insanın həyatını. Bir tələbə yoldaşım, yəni tələbə vaxtında çox çalışan bir insan idi. Hərbidən gələndən sonra biz əsgər gəldik. Görə bu səsim bura gələcək yoxsa hə, dayandı. Biz hərbidən gələndən sonra başladıq aktiv şəkildə iş axtarmağa. O da mənim kimi rayondan idi. Biz başladıq iş axtarmağa, müxtəlif yerlərə CV atırıq, amma bu qeyri-adi formada iş axtarır da. Yəni öz sahəsi üzrə şirkətlərə zəng eləyir, deyir gəlin pulsuz işləyim, özümü təkmilləşdirim, təcrübəm olsun və s. Və bir gün həqiqətən də işə daxil oldu və hal-hazırda çox mühüm vəzifələrdən birində işləyir. O işə daxil olandan 6-7 il sonra hardasa elə olardı, xaricdən bir iş təklif aldı. Getməmişdən əvvəl belə dost-tanış oturduq, belə biraz həm çoxdan da bir-birimizi görmürdük, həm də ki onu yola salırdıq da belə deyim. O karyerasının öz dönüş nöqtəsini qeyd elədi. Bu da bir dənə park tapdım. Buram bir dənə qrup qura bilərəm, bir də gedək şəhəri gəzək. Hə, karyerasının öz dönüş nöqtəsindən danışdı ki, bəs mən yenə də aktiv iş axtarışında idim. Müxtəlif yerlərə CV atırdım. Çağırırdılar, götürmürdülər. Bir gün bir şirkət çağırdı, oturduq birbaşa rəhbərdən danışdım. Hə, rəhbər dedi ki, CV-mə baxdı, gördü mən rayondanam. Dedi ki, indi burada qırmızıda keçdim, yəqin problem olmaz ki. Hə, mənə qayıtdı dedi ki, bəs sən rayondan gəlmisən, yəni bu maaşa burada işləməyəcəksən, bizə bir 2 aylı işçi lazım deyil, bizə biraz uzun müddətli işləyə biləcək bir əməkdaş axtarırıq. Biz təbii ki, o dedi ki, mən yəni öz necə deyim, yəni bu işə nə qədər həvəsli olduğumu, işi öyrənmək istədiyimi qeyd elədim, bildirdim. Dedilər yox, yəni incimə, xətaya dəyməsin, sən bu maaşla gəlib yemək, içmək, qalmaq, kirayə falan, yəni bu qədər xərc, rasxod bilirəm ki, qısa müddət sonra gedəcəksən. Nəsə. Bir dilxor oldum, getdim rayona, 2 həftə keçdi və mənə zəng gəldi ki, həmin şirkətdən işə qəbul olmusan, gəl işlə. Sevin getdim, sənədləri falan yığdım və mən həmin şirkətin əməkdaşlarına sənəd verəndə bildirdim ki, bəs mən işə götürmürdülər. Necə oldu mən işə götürəsi oldunuz? Əməkdaş qeyd elədi ki, bəs müdür dedi ki, sən bax sənədlərə, işçini sən seç, mənim başım qarışıqdır, mən baxdım. Hə, gördüm siz əqrəb bürcüsüz, mən də əqrəb bürcüyəm. Hə, fikirləşdim ki, siz çox çalışqan olursunuz, elə olur sizi işə götürün. Yəni adamı bürcünə görə işə götürüblər, bürcünə görə. Halbuki mən onun savadına da bələdəm, qabiliyyətinə də bələdəm, istedadına da bələdəm. Onlar deyil də adamın bürcü. İndi təbii ki, o qədər CV göndərən arasında yəqin ki, bundan eyni bürcüsü olan başqa adamlar da olubdu. Yenə də həmin o adamlar arasında da bu seçilibdi. Yəni şans burada da rol oynayıbdı. Nəysə, uzun sözün qısası, bürcünə görə işə giribdi və bu artıq oldu bir şans. Bunun şansı burada gətirdi. Bəxti taleyi gətirdi müsbət mənada. Təbii ki, özü də çalışqan, əzmkar bir insan idi və karyera pillələrini bir adımlı getdi. Mən buradan özüm üçün bir dərs götürdüm. Həmin hadisəyə qədər qətiyyən şansa inanmırdım. Hətta başqa bir tanışdan biz həmin məclisə gedəndə onun söhbəti düşdü. O dedi ki, şans var, mən dedim yoxsa şans yoxdur. Əmək var, zəhmət var, çalışmaq var falan. Hə, dedi yox, şans var və mən orada şahid oldum ki, həqiqətən də şans deyilən bir şey var. Və özüm üçün araşdırdım ki, bu şansı necə artırmaq olar, necə artırım mən öz şansımı. Və gördüm ki, insan müxtəlif formada, burada da səs-küydən bilməm, səs yaxşı gəlir, gəlmir. İnsan müxtəlif formada özü irəli atılmalıdır, müəyyən işlər görməlidir. Ondan sonra öz sahəsindən bağlı ideyalar olsun, təkliflər olsun, layihələr olsun hazırlamalıdır, tədbirlər olsun. Ondan sonra, yəni belə deyim də, atılğanlıq eləyə biləcəyi və rus dilində deyəsə dirjeniya hərəkət eləyə biləcəyi hər bir şey eləməlidir. Öz həyatıma da tətbiq eləməyə başladım və görürsən ki, sən tamamilə fərqli bir yolda üçün nəzərdə tutduğun bir işi görürsən, həmin yolda sənin tamamilə fərqli cür yolun açıla bilir. O baxımdan, yəni bir yerdə oturub gözləyim ki, şans mənə gəlsin deyil də, özümüz hərəkət eləyib, müəyyən addımlar atıb, şansın üzərinə getməmiz daha yaxşıdır. Mən bu videonu çəkdim ki, məni ilk dəfə görən, heç ümumiyyətlə tanımayan insanlar bir profilə girsin, baxsın, görsün, bu nə iş görür, bu kimdir? Bəlkə bir hansısa öz işimizlə bağlı bir əməkdaşlıq elədik. Bəlkə bizdə indi proqramlaşdırma sahəsidir. Bəlkə hansısa bir ideyaz, layihəz var idi, bir yerdə həyata keçirilə bilər və s. Yəni
öz şansımı artırmaq üçün mən bu videonu seçdim. Bəlkə də məşhurlaşdırdı, məsələn də çoxlu like, komment falan gəldi, hər öz fikrini bildirdi, məşhurlaşdırdı falan. Yəni şansımı artırmaq üçün bu addımı atdım. Yəni öz şansımızı artıra bilmək üçün müxtəlif imkanları özümüz üçün hazırlayaq, görəyin, yaradaq. Belə dəyərli dostlar, videonu bəyənib, like eləyib, şansla bağlı fikirlərinizi bildirirsəz çox yaxşı olar.